Kimlere süni mayalanma edirik? Yeni serimizle geldim. Bugün opu işlemi ettiğimiz bir pasyentimiz 17 ildir ki hamilelik olmur ama daha önce bir evladı var. İkincili sonsuzluq haqqında danışaq. Bunun adı ikincili sonsuzluqdur. Eğer evde bir evladınız, iki evladınız varsa, tekrardan hamilelik istəyirsinizsə və hamilelik əldə edə bilmirsinizsə, bunun adı ikincili sonsuzluq olaraq keçir. İkincili sonsuzluğun diaqnozunu necə qoyuruq? Əgər bir il heç bir qorunma yöntəmi istifadə etmirsinizsə və hamiləlik olmursa, bunun adı ikincili sonsuzluqdur. Bunun için nə etməniz lazımdır? Əvvəlcə yumurtalıqdamı, uşaqlıqdamı, borulardamı, uşaqlıq boynundamı problem olub olmadığını kontrol etdirməniz lazımdır. Əgər bu saydığım orqanların heç birində bir problem yoxdursa, o zaman açıqlanamayan səbəb olaraq keçər. Yaşınız azdırsa, bir müddət gözləyə bilərsiniz. Əgər yenə də hamiləlik əldə edə bilmirsinizsə, normal medikal tədavilər, yəni dərmanla, iynə ilə olan tədavilərə keçə bilərsiniz. Amma bunlara çox uzun, 5 il, 10 il bir vaxt ayırmayın. 6 ay içərisində, 1 il içərisində bu yöntəmlərlə hamiləlik əldə olunarsa, olunacaq. Əgər bu yöntəmlərdə hamiləlik əldə edə bilmirsinizsə, o zaman ən doğru yolunuz süni mayalanmadır. Məsələn, bu pasientimiz 17 il gözləyib, ümid bağlayıb, bir evladı olduğu için bəlkə bu il olar, gələn il olar, 2 il sonra olar, amma olmadığı için yenə də gec deyil, 36 yaşında süni mayalanma etdirmə qərarı verib. Siz bu qədər zaman itirməyin, çünki bu qədər müddət içərisində əgər hamiləlik olmursa, boşuna gözləmiş sayılarsınız.